Fəqət anla ki, bir gürcü qızı Tatyananı, ya mən Onegini oynaya bilərəm. Yəni Tatyana Rus obrazdır, Onegin də Rusdur. Yəni gürcü Rusu oynaya bilər. Mən Onegini oynaya bilərəm. Fəqət bu Rus xalqının bütün ruhunu, bütün incəliklərini əks etdirən bir Onegin, bir Tatyana ola bilməz. Daha zəif bir Rus aktrisası bir Tatyananı daha biraz zəhmətlə, daha gözəl oynaya bilər. Çünki ruhu həmin mühit ilə mərbutdur, mərbut, rabitəli, əlaqəli. Həyatda elələrini çox görmüş. O özü bir Tatyanadır. Burada Cəfər Cabbarlı əslində çox gözəl bir detal vermişdir. Xatırlayırsınızsa, belə bir söhbət bu obrazlar arasında daha əvvəl keçmişdi. Yəni ki, orada məsələn aktyor deyir ki, mənə deməmişlər ürək harda olur, mən hardan bilim ürək hardadır. Yəni elə şeylər var ki, yəni hər şeyi deyib qurtarmaq olmur da. Aktyor özü də o obraza, o milliyyətə bələd olmalıdır ki, daha yaxşı oynasın. Bu sözlər, yəni kim baxıbsa Tarantino'nun Inglourious Basterds filmi var. Kim baxmayıbsa da o hissəni tapıb baxa bilər. Deməli, orada çox gözəl bir detal var. Orada bir İngilis casus, Alman zabiti kimi kafedə görüşə gəlir. Güya ki, Almandır da. Yəni Almanca təmiz bilir, özünü tam Alman kimi aparır. Heç kəs yəni ondan şübhələnmir ki, bu adam Alman olmaz da. Amma orada elə bir səhv edir ki, yəni həmin şeyi öyrətmək və yaxud da öyrənmək heç kimin ağlına gəlməz də. Orada ofisiantə işarə edir, 3 stəkan pivə istəyir və əli ilə 3 göstərir. Bu 3 göstərən kimi kafedəki digərlər bir-birinə baxır və başlayır atışma. Hamı bir-birinə atəş açmağa başlayır. Çünki o 3 stəkan pivə istəyərkən şəhadət orta və atsız barmağını qaldırır. 3 göstərir. Amma almanlar elə göstərmir. Almanlar 3'ü göstərərkən baş barmaqdan başlayırlar. Baş, şəhadət, orta. Belə göstərirlər. Ich auch nicht, ich bleib beim Shampoos. 3 Gläser. Başqa filmlərdə də, əsərlərdə də toxunulan bir mövzudur. Yəni adam özünü tam o millətin nümayəndəsi kimi aparır, sonra adicə bir dənə dialekt xüsusiyyətindən və yaxud da dialekt də olmasın. Elə söz var ki, məsələn, onu bir tərəf filan mənada işlədir, amma başqa yerdə onu işlətmirlər. Bir detal belə adamı ələ verə bilər. Burada da düzdür, casusluq deyil, bir şey deyil, amma Oktay deyir ki, nə qədər canlı olsa o qədər yaxşıdır da və yaxud da elə əvvəlki səhnələrdə adam qarnına, qoluna güllə deyib qarnını tutursa, tamaşaçı o əsərə belə çox maraqla baxmayacaq da, hər anda xatırlayacaq ki, onsuz da bunlar süynidir. Bu diyaloqda da, yəni Oktayın əsas məqsədlərindən birini görürük ki, bir Azərbaycanlı qadın daha yaxşı oynayar. Rus qadını daha yaxşı oynayar. Tatyananı bir Rus daha yaxşı oynayar. Çünki o nə qədər Tatyana görüb. Yəni həyatda Rus qadınlarını görüb.